Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Bugün oktyabr ayının biridir. Artıq sentyabrda geri qoyduq. Tədricən qışa doğru addım atırıq və sevinirik təbii ki. Nəyə görə sevinirik? Çünki qış sevərlər, qar sevərlər. Belə deyək də, qar yaxınlaşdıqca daha çox sevinir. Və fürsətdən istifadə edib oktyabr ayını hər bir kəs üçün xeyirli, ruzi, bərəkətli olmasını arzulayıram. Arzu istəkləriniz real olsun. Bütün arzularınıza çatasız deyirəm və bərəkətli, ruzili olsun bu ay sizlər üçün. Və həmçinin fürsətdən istifadə edib bugün Qarabağ klubumuzun oyunu var. Qarabağ klubuna uğurlar arzulayırıq. İnşallah ölkəmizi layiqincə təmsil eləyər deyirik. Və həmçinin bizə həmişə dəstək olan bir qardaşlarımızdan biri Dağlı Balası profili ilə Azər qardaşımızla bugün doğum gündür. O münasibətlə təbrik edirik və bütün doğum günü olanları, oktyabrda olanları təbrik edirik. Xüsusilə 25 gündən sonra da mənim ad günümdür. İnşallah ümid edirəm ki, ayın 25 hamı birlikdə canlı yayımda olarsınız və öz təbriklərinizi yazarsınız. Dəyərli dostlar, sizləri çox sevirəm. Yaxşı ki varsınız. Hava haqqında məlumatı qısa olaraq deyim ki, bugün Bakı Abşeron yarımadası və Respublikanın bəzi bölgələrində soyuq hava şəraiti davam edəcək və ayın 3-dən etibarən ayın 6-sına kimi olan müddətdə, 6-sı və 7-sə kimi olan müddətdə isə iqlim normasına yüksək temperaturlar gəlir. Temperatur yüksək və bol günəşli hava şəraiti olması gözlənilir. Bizləri izləməyi unutmayın. Yaxşı ki varsınız.